Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Cəmalzadə, kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Müəllimlər, bildiyiniz kimi yeni metodik çərçivə sənədi çıxdı və burada bəzi kurikulumda yeniliklər var. Bugün də yeni bir sual izahına baxacağıq. Və izaha başlamamışdan əvvəl onu da qeyd edim ki, bizim tam sıfırdan fevral qrupumuz açılır. Fevral qrupu kimlər üçün faydalıdır? Hansı müəllimlər ki, vaxt cəhətdən vaxta görə dərsə qoşula bilmirlər canlı dərslərə? Hansı müəllimlərin ki, maddi cəhətdən dərsə qoşula bilmir? Bu müəllimlər üçün çox əla bir kurikulum qrupu açırıq. Qrupun üstünlüyü nədir? Üstünlük ondan ibarət ki, siz cəmi bir dəfə ödəniş ödəyəcəksiniz. Özdə minimum ödəniş ödəməklə bizim dərslərimizə qoşulub dərslərimizdən faydalana bilərsiniz. Dərslər haqqında geniş məlumat əldə etmək üçün 050 837 03 05 nömrəsində yazaraq dərslərimiz haqqında geniş məlumat əldə edə bilərsiniz. İndi isə başlayaq sualımızın izahına. İzahda qeyd edilir ki, bir rayon məktəbində aparılan müşahidələr göstərir ki, şagirdlərin çoxu dərsdən sonra vaxtını evdə telefon və planşetlə keçirir. Fiziki aktivlik azalıb, açıq havada oyunlar və idman məşğələlərinə maraq zəifləyib, son aylarda bəzi şagirdlərdə passivlik, tez yorulma, diqqət dağınıqlığı halları artıb. Müəllim qeyd edir ki, qrup işlərində əməkdaşlıq bacarıqları da zəifləyib. Məktəb rəhbərliyi problemi aradan qaldırmaq üçün valideyn məktəb əməkdaşlığı, idman saatlarının artırılması və rəqəmsal istifadə qaydalarının hazırlanmasını planlaşdırır. Şagirdlərə isə daha məhsuldar və balanslı həyat tərzi qurması üçün real və tətbiq oluna bilən davranış dəyişiklikləri, fərdi məsuliyyətə əsaslanan təkliflər hazırlayıb. Situasiya əsasən hansı inteqrasiyanın həyata keçirilməsinə şərait yaradılmışdır. Bildiyiniz kimi, müəllimlər, baxın, biz fənüstü inteqrasiyanı keçən ildə yeniliklər tətbiq olunmuşdu və bu ildə bu yeniliklərə əsasən artıq fənüstü inteqrasiya təşkil olunur suallar, tərtib olunur suallar. Bu ilki fənüstü inteqrasiyada nə deyir? Yəni, keçənki kimi eləcə qalıb, amma bu yeni metodika kitabında daha yaxşı açıblar fənüstü inteqrasiyanı. Fənüstü inteqrasiyada bilirsiniz ki, real həyatı bacarıqlar olur, müəllimlər. Fənüstü inteqrasiyada deyirik ki, fənlərin sərhədləri aradan qalxır. Fən sərhəddi olmur. Fənnin sərhəddi aradan qalxır. Bu nə deməkdir? Baxın, hər hansı bir situasiya baxanda görürsən ki, burada tarixdən söhbət gedir, burada biologiyadan söhbət gedir, burada texnologiyadan söhbət gedir və sən bu situasiyaya uyğun tutursan ki, burada fən daxili üfüqüdürmü, şaqilidirmi və yaxud fənlər arasıdırmı? Amma fənüstü inteqrasiyada real həyatı problemlər olduğu üçün fən sərhəddi olmur. Məhz bu situasiyada baxanda gördüyünüz hansı fəndən söhbət gedir? Xeyr. Burada real problemlərdir. Və fənüstü inteqrasiyada əsas məqsəd gerçək həyatı aktual problemlərin olması, müzakirəsidir. Yəni, deyir ki, hadisə yalnız bir elmi istiqamətdə deyil. Görürsünüz, bir istiqamətli deyil. Görün nə qədər. Deyir ki, burada müəllim rəhbərlik problemi aradan qaldırmaq üçün məktəb valideyn əməkdaşlığı, idman saatlarının artırılması, rəqəmsal istifadə, burada texnologiyadan istifadə də var, əməkdaşlıq da var və yaxud şagirdlərdə deyir ki, şagirdlər daha məhsuldar və balanslı həyat tərzi qurmaq, real və tətbiq oluna bilən davranış dəyişiklikləri, fərdi məsuliyyətə əsaslanan təkliflər, hadisələrə bir istiqamətdən deyil. Həm də burada deyir, texnikidir, sosialdır, ekolojidir, texnoloji baxımdan baxırsan. Bax, fənüstü inteqrasiya budur. Yəni, burada əsas şagirdlər təklif irəli sürür, öz mövqeyini əsaslandırır, praktik nəticə çıxarırlar fənüstü inteqrasiyada. Bizim situasiyamızda da görürsünüz ki, real həyatı problemdir. Çünki şagirdlərin çoxu dərsdən sonra evdə telefon və planşetlə keçirir. Evdə elə fənüstüdür da, evdə bu fəaliyyətini icra edirsə, bu da fənüstüdür. Bu nöqteyi nəzərdən də fənüstüdür. Ona görə bizim sualımızın cavabı olur D-bəndi, fənüstü inteqrasiya. Əgər problem real həyatı problemdir, bəzən mən müdavilərə sual sallam. Baxın,
Belə bir mövzunda izah edim. Deyirəm ki, təsəvvür edin ki, əgər burada təsəvvür edin sözü olsaydı, təsəvvür edin ki, uşaqlar evdə daha çox telefon, planşetlə oynayır. Eyni bu situasiya təsəvvürdə canlananda artıq müəllimlər bu fənüstü olmur. İndi biz bu öz müdavimlərimizə bu haqda geniş məlumat vermişəm. Yəni belə izah eləyək ki, bütün müəllimlərə də aydın olsun. Burada artıq fənüstü olmur. Düzdür. Problem sizə real problem kimi görünə bilər. Amma bu təsəvvürdə olduğu üçün bu artıq fənüstü götürə bilmirik. Əgər təsəvvür edin sözü olursa. Və burada da təsəvvür edin sözü olmadığı üçün təbii ki, bizim cavabımız olur fənüstü inteqrasiya, real həyatı problemi təhlil edirlər, həll yolları təklif edirlər, öz mövqeyini çıxış edirlər. Buna görə də sualın doğru cavabı olur fənüstü inteqrasiya. Növbəti ikinci sualımıza baxırıq. Deyir, hekayəni maraqlı edən yalnız əhvalatların, hadisələrin cəlbedici olması deyil, yazıcının həssaslıqla seçib işlətdiyi sözlər, təsvir vasitələri əsərin bədii təsir gücünü 1-ə 5 artırır. Oxucu hekayədən ayrıla bilmir. Bura qədər lap qeyri-ixtisas müəllimi olsaz belə, oxuyanda sizə nə aydın oldu? Aydın olur ki, söhbət nədən gedir? Söhbət gedir ədəbiyyat fənnindən. Ədəbiyyatdan. Niyə? Çünki görürsünüz ki, hekayədən danışır, bədii təsvir vasitələrindən danışır. Ona görə burada ədəbiyyatdan. Bura qədər bildik. Deyir hekayədəki, özünü oda közə vurmaq, dəyirman daşı kimi ağır işlərin altında fırlanmaq, daşdan çörək çıxarmaq kimi ifadələr qurban kişinin ağır zəhməti barədə aydın təsəvvür yaradır. Əsərin üzərində müşahidələrini davam etdir, onu maraqlı edən cəhətləri aydınlaşdırmağa çalış. İnteqrasiyanı müəyyən etməliyik. Baxdıq ki, bura qədər ədəbiyyat var. Ədəbiyyatı görə bildik. Bu aydın. İndi baxın, özünü oda közə vurmaq. Dəyirman daşı kimi ağır işlərin altında fırlanmaq, daşdan çörək çıxarmaq, ürəyi ağzına gəlmək, dili ağzında qurumaq. Nədir bunlar? Frazoloji birləşmədir. Frazoloji birləşmə hansı fəndir? Azərbaycan dili. Azərbaycan dili olduğu üçün burada hansı fənlər arasında inteqrasiya olur? Təbii ki, ədəbiyyatla Azərbaycan dili arasında bu da olur fənlər arası inteqrasiya. Doğru cavab D bəndi. Siz bizim YouTube kanalımıza abunə olaraq, gündəlik olaraq yeni paylaşılan test izahları, yeni mövzuların izahından xəbərdar ola bilərsiniz. Sağ olun, hər birinizə xoş dinləmələr, hər birinizə zehin açıqlığı arzulayıram.